Salam, əziz izləyicilər, əziz Sabırbadlılar. Heç kimdən və heç nədən qorxmadan sizlərin nəzərinə həmişə həqiqətləri çatdırmaq istəmişəm. Odur ki, sizlərdən artıq dərəcədə xahiş edirəm. Bu videonu axıra kimi izləyin, bəyənin və paylaşın. Neçə vaxtdır bəyan edirəm ki, bizim Sabirabad rayonunun 67 saylı seçki dairəsindən deputat mən seçilmişəm. Lakin saxta və qeyri-qanuni yolla Əhliman Əməkdanovu deputat kreslosunda oturdublar. Bu cinayətlər barəsində həm yazılı şəkildə, həm elektron poçt vasitəsilə və həm də sosial şəbəkələrdə çoxlu sayda müraciətlər etmişəm. Lakin bugünə kimi heç bir araşdırma aparılmayıb. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan demokratik bir ölkədir. Seçkilər tam demokratik, şəffaf və azad şəkildə keçirilir. O həmçinin bəyan edib ki, hamı qanunların aliyinə tabi olmalıdır və heç kimin hüquqları pozulmamalıdır. Bu deyilənlərin heç birini Sabirabad rayon 67 saylı seçki dairəsində görmədim. Neçə vaxtdır ki, qanunlar çərçivəsində öz haqqımı və pozulmuş hüquqlarımın bərpasını tələb edirəm. Mənə bəzi məmurlar deyirlər ki, sən bu hərəkətlərinlə dövlət başçısı İlham Əliyevin siyasətinə qarşı çıxırsan. Bu isə ağ yalandır. Odur ki, dövlət başçısı İlham Əliyevin nəzərinə bəzi kişilərimi çatdırmaq istəyirəm. Belə bir deyim var ki, kimliyindən asılı olmayaraq əsl kişi olan şəxs yalan danışmaz və yalan vədlər verməz. Öz sözünün üstündə durar və verdiyi vədlərə əməl edir. Bu deyim bütün insanlara aiddir. İstərdim və arzu edərdim ki, ölkəmizdə bir daha müharibə olmasın, sülh və əmin-amanlıq olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Onların yaxınları qarşısında baş əyirəm. Qazilərimizə və müharibə veteranlarımıza Allahdan can sağlığı arzu edirəm və Allah ordumuzu qorusun. İstərdim ki, Azərbaycanın dövlət qanunlarına əməl edilsin və Əhliman Əməkdanovu saxta yolla deputat seçənlər öz cəzalarını alsınlar. İstərdim və arzu edərdim ki, ölkəmizdə rüşvət, korrupsiya və saxtakarlıq hallarına son qoyulsun. İstərdim və arzu edərdim ki, ölkəmizdə məhkəmələr sifarişlə yox, azad şəkildə fəaliyyət göstərsinlər. İstərdim və arzu edərdim ki, ölkəmizdə uşaq pulu verilsin, pensiya yaşları aşağı salınsın, pensiya pulları yüksək məbləğdə artırılsın, qaza, işığa və suya tətbiq edilən limitlər aradan qaldırılsın. Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına verilən müavinətlər yetərincə artırılsın. İstərdim və arzu edərdim ki, elə kəndlər var ki, yolları çox bərbad haldadır. Yollarımız çəkilsin. Yararsız məktəblərin yerində təzə və ən müasir tipli məktəblər tikilsin. Təhsil pulsuz olsun. İş yerləri açılsın. Əziz izləyicilər və dövlət başçısı İlham Əliyev. Ölkəmizdə həddindən artıq problemlər var. Sadəcə mən insanları ən çox narahat edən bəzi problemləri sadaladım. Bu və digər problemlərin hamımızın problemidir. Biz hamımız istərdik ki, yaxın vaxtlarda həmin problemlər öz həlini tapsın. Əgər həmin problemlər yaxın vaxtlarda öz həlini tapmasa, onda vay olsun bizim halımıza. Vəziyyətimiz indikindən də ağır olacaq. Siz əziz izləyicilər, deyilənlərlə razısınızsa, onda zəhmət olmasa, bəyənmə işarəsini basasınız. Hələlik bu qədər. Çıxışım davam edəcək. Sağ olun. Sabirabaddan seçilmiş həqiqi deputat Samolov Fərman. Çıxış nömrə 3. 28 oktyabr 2025-ci il.